Sizə pul qazanmağın sirrini deyə bilmərəm, amma göstərə bilərəm. Elə nə varsa bu butulkalarda var. Bir də mənim bu çox ilişdiyimiz şəpşəplərimdə. Əgər 2 ay ard-arda butulka satmaq videosu paylaşmasam, bilin ki, loteriyadan bingo olmuşam ya da milyoner olmuşam. İndi də gəldik Maksimiya. Yəni dırnaq arası deyək ki, bahalı yer, amma mənə görə Maksima hətta bəzi şeylər Lidl-dan da ucuzdur. Nəysə də gərək görək bahalı yerdə nələr ala bilirik butulka satıb. Baxın dostlar, Taros Suprikimas. Yəni butulkaların təhvil vermə yeri. İçəridə qızlar, oğlanlar 3 nəfər baxın sıraya durub. Əgər butulkaları gətirməyə utanmırsa, mən niyə utanmalıyam? Baxın, ailəsi ilə, uşağı ilə cəmaət gəlir, butulka verir. Əslində bunu gətirmək yox ha. Gətirməmək mədəniyyətsizliyi olar ki, çölə atmaq mədəniyyətsizliyi olar. Səbətimizi aldıq, çəkimiz də əlimizdə. İlk gedirik çörək almağa. Çörək bol olsa basılmaz vətən. Mən bu çörəkdən alacağım 1 euro 65 sentə. Amma burada 69-a, hətta 34-ə də var. Sadəcə o küncütlüdür deyə mən küncütlü çörəyi xoşlayıram. Bir də qardaşımın ən çox sevdiyi şeylərdən biri budur. İçində tvaroglu, desertdə. Ruscasını bilmirəm, hər dəfə qardaşım rus dilində deyir. Bundan bir hər dəfə bir 3-4 dənə alırıq biz. Ən dadlı şeylərdən biri də humusdur. Bir də humus götürəcəyik. Elə bunu götürək. Gördüm burada başqa növü var, elə bundan götürəcəm. Baxın, üçü birində. İkinci ən önəmli şey koladır. Özə şəkərli. Kola bol olsa basılmaz vətən. Üçüncü ən önəmli şey 1.75-ə 1 kiloqramlıq turşu xiyardır. Turşu bol olsa basılmaz vətən. Bu da ki Hallagin partisinin maskaları. Bu da Hallagin partisinin maskaları. Bizə maskaya ehtiyac yoxdur, onsa qorxurlar. Nəysə, bu qədər şey almışıq, yetər. Gedək görək nə qədər pul eləyəcək. Cəmi 75 sentimiz çatmadı deyə o da kartla ödədik. Nəysə, bu qədər şey aldıqdan sonra evə gedirik. Ümid edirəm ki, videoyu bəyənmişsiniz. Daha maraqlı videolardan ötürü takip atmağı və like etməyi unutmayın. Şərhlərinizi də gözləyirəm.